Nuh surəsi Məkkədə nazil olmuşdur. 28 ayədir. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adıyla. İnna arsalna Nuhan ila qavmihi an anzir qavmaka min qabli an ya'tiyahum azabun alim. Həqiqətən biz Nuhu öz qövmünə yolladıq ki, öz qövmünü ağrılı bir əzab gəlməmişdən əvvəl qorxud. قال يا قوم إني لكم نذير مبين. Nuh dedi, ey mənim qövmüm, şübhəsiz mən sizin üçün açıq-aşkar bir qorxudan peyğəmbərəm. أن اعبدوا الله واتقوه وأطيعون. Göndərilmişəm ki, Allaha ibadət edəsiniz, ondan qorxasınız və mənə itaət edəsiniz. يغفر لكم من ذنوبكم ويؤخركم إلى أجل مسمى إن أجل الله إذا جاء لا يؤخر لو كنتم تعلمون. Belə edin ki, o, günahlarınızdan keçsin və sizə müəyyən bir müddətədək, hər bir canlı üçün qaçılmaz olan əcələdək möhlət versin və ondan öncə üsyanınızın cəzası olaraq öldürməsin. Həqiqətən, Allah tərəfindən əcəl yetişdiyi zaman əsla təxirə salınmaz. Kaş bunu biləydiniz. قال رب إني دعوت قومي ليلا ونهارا. Dedi, ey Rəbbim, mən öz qövmümü gecə-gündüz haqqa dəvət etdim. فلم يزدهم دعائي إلا فرارا. Lakin mənim dəvətim onlar üçün haqdan qaçmaqdan savayı bir şey artırmadı. وإني كلما دعوتهم لتغفر لهم جعلوا أصابعهم في آذانهم واستغشوا ثيابهم وأصروا واستكبروا استكبارا. Sənin onları bağışlamağın üçün mən nə vaxt onları dəvət etdimsə, barmaqlarını qulaqlarına tıxadılar, libaslarını başlarına çəkdilər, etiraz edərək inadla israr etdilər və şiddətlə təkəbbür göstərdilər. ثم إني دعوتهم جهارا. Yenə də mən onları uca səslə və aşkar şəkildə dəvət etdim. ثم إني أعلنت لهم وأسررت لهم إسرارا. Sonra onlara dəvəti həm aşkarda, cəmiyyətlərində və həm də sirli və gizlində bildirdim. فقلت استغفروا ربكم إنه كان غفارا. Və dedim ki, öz Rəbbinizdən bağışlanmaq diləyin, çünki o çox bağışlayandır. يرسل السماء عليكم مدرارا. Göydən, buluddan sizə bol yağış göndərsin. ويمددكم بأموال وبنين ويجعل لكم جنات ويجعل لكم أنهارا. Və sizə mal, dövlət və oğullar əta etməklə yardım etsin, sizin üçün bağlar yaratsın və sizin üçün çaylar axıtsın. ما لكم لا ترجون لله وقارا. Sizə nə olub ki, Allahın əzəmətini etiraf etmirsiniz? وَقَدْ خَلَقَكُمْ أَطْوَارًا.
Halbuki o sizi müxtəlif mərhələlərdə və hallarda yaratmışdır. Torpaq, bitki, yemək, nütfə, ələqə, muzğə, döl, körpə, cavan, qoca. ألم تروا كيف خلق الله سبع سماوات طباقا Məyər qəlb gözü ilə görmədinizmi ki, Allah 7 göyü bir-biri üzərində qat-qat necə yaratmışdır? وجعل القمر فيهن نورا وجعل الشمس سراجا Ayı onların arasında işıq saçan bir nur və günəşi yanar bir çıraq etdi. والله أنبتكم من الأرض نباتا Və Allah sizi yerdən xas bir şəkildə bitki kimi bitirdi. Torpaq maddəsindən kamil bir insan olana dək cövhər hərəkət tərzi ilə bitirdi. ثم يعيدكم فيها ويخرجكم إخراجا Sonra sizin cisminizi yenə onun, yerin köksünə qaytaracaq və yenidən xas bir tərzdə çıxaracaqdır. Qiyamət günü onun parçalanmış zərrələrini, hissəciklərini yığaraq, dünyadakı şəkilə salacaq və bərzəx ruhunu ona daxil edəcəkdir. والله جعل لكم الأرض بساطا Və Allah bu yeri sizin üçün döşənmiş bir xalça etdi ki, لتسلكوا منها سبلا فجاجا orada geniş səhra və dağ arası yollarında öz yaşayış məqsədləriniz üçün gəzəsiniz. قال نوح رب إنهم عصوني واتبعوا من لم يزده ماله وولده إلا خسارا Nuh dedi, ey Rəbbim, onlar mənə asi oldular və mal dövləti, övladları, onlara axirət ziyanından başqa bir şey artırmayan kəsə, öz rəislərinə və əyan əşrəfə tabi oldular. ومكروا مكرا كبارا Və olduqca böyük bir hilə qurdular. وقالوا لا تذرن آلهتكم ولا تذرن ودا ولا سواعا ولا يغوث ويعوق ونسرا Və öz tabeliyində olanlara dedilər, əsla tanrılarınızı tərk etməyin və heç vaxt Vəd, Suva, Yəğus, Yəuq və Nəsri, o zamanın bütlərinin adları, atmayın. وقد أضلوا كثيرا ولا تزد الظالمين إلا ضلالا Həqiqətən o başçılar çoxlarını azdırdılar. Və ey Rəbbim, zalimların ancaq azğınlığını artır. مما خطيئاتهم أغرقوا فأدخلوا نارا فلم يجدوا لهم من دون الله أنصارا Bəli, günahları üzündən onlar suda batdılar və birbaşa bərzəx aləmindəki yandırıcı oda daxil edildilər. Özləri üçün Allahdan başqa heç bir köməkçi və yardımcı tapmadılar. وقال نوح رب لا تذر على الأرض من الكافرين ديارا Və Nuh dedi, ey Rəbbim, yer üzündə bir nəfər belə kafir qoyma. إنك إن تذرهم يضلوا عبادك ولا يلدوا إلا فاجرا كفارا Çünki sən onları sağ buraxsan, onlar sənin bəndələrini yoldan çıxardacaq, ancaq pozğun və kafir doğub törədəcəklər. رب اغفر لي ولوالدي ولمن
دخل بيتي مؤمنا وللمؤمنين والمؤمنات ولا تزد الظالمين إلا تبارا. Ey Rəbbim, məni, ata-anamı və evimə imanla daxil olan hər kəsi, mömin kişiləri və möminə qadınları bağışla. Zalimların isə ancaq həlakətini artır.